Nəhayət içməli su problemini birdəfəlik həll etdik. Bu münasibətlə özümüzü təbrik eləyirəm. Adam nə qədər marketdən su alar. Çox düşünüb daşındıqdan sonra biz də qərar verdik ki, ağ adamlar kimi evə su filtri quraşdıraq. Əslində filtr satan şirkət və mağazalar çoxdur. Adam bilmir hansına etibar eləsin, hansı markadan alsın. Yaxın dostların məsləhəti ilə Aquamek adında bir şirkətlə danışdım. Burada 350 manatdan 1650 manata qədər hər növdə su filtri var. Bir xeyli araşdırdıq və özümüzə Çin istehsalı Kanatur markasından smart su filtri seçdik və şirkət əməkdaşı gətirib quraşdırdı. Kanatur çəni olmayan filtrdir. Suyu birbaşa kranata verir. Bir nüans var ki, membranı digər filtrlərinkindən bahadır. Amma əsas üstünlükləri nələrdir? Deməli, su sızması zamanı sistem bloklanır. Bundan başqa filtrlərin dəyişilməsinin vaxtı çatanda LED ekrana bildiriş gəlir. Və digər önəmli məqam çəni olmadığına görə də çox yer tutmur. Qiyməti 750 manatdır. Bir nəfər yaxın dostum da bundan alıb. Biz də onun sözünə qulaq asıb məhz bu məhsuldan seçdik. Amma şirkətin yerli, Türkiyə və Çin istehsalı hər büdcəyə uyğun başqa məhsulları da var. Nazim Usta sağ olsun yüksək səviyyədə quraşdırdı. Bir də onu öyrənmiş oldum ki, məhsullarına 1 illik qızıl zəmanət verirlər. Mən isə işin bitməyini səbirsizliklə gözləyirdim ki, krantı açım və təmiz ev suyu içim. Nəhayət bu baş verdi və nəhayət Yasamalın tozlu, qumlu suyundan canımız qurtardı. Sonda onu da deyim ki, mənim adımdan müraciət edənlərə ayrıca endirimlər olacaq dedilər. Su kimi aydın və uzun ömrünüz olsun. İzlədiyinizə görə təşəkkürlər.